Noyabrın 26-sında növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə 112 nəfər köçürülüb. Bundan gözəl hiss olar. Bundan gözəl nə ola bilər? Baxın indi Kəlbəcərdə heç nə adam səsi gəlməyən yerdə indi baxırsan hər tərəf qaynayır, hər tərəf adamlarla doludur. Çox şükür bu günə. Kəlbəcər günü keçirilibdi. Maşallah olsun. Adam ürəyi dağa dönür. Dağlarda həmişə o Dədə Qorqudda ki deyirdi 3 tonqal qalayını sevincdən ötəri. 3 tonqal qalandı bizim dağın başında. O sevinç tonqalı idi. Allah eləsin ki bundan sonra bu cəmaata həmişə sevinç tonqalı qismət olsun. Allah hamının evini, işini xeyirli eləsin, uğurlu eləsin, düşərli olsun, əmən-amallıq olsun, sülh olsun. Sakinlərə mənzillərin açarları təqdim olunub. Ailələrə mənzillərin açarlarının təqdim edilmə mərasimində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Qeyd edək ki, Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə məhz yeni tikilmiş binalarda mənzillər verilib. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Gələndərli, APA TV, Kəlbəcər.